Değerli izleyicilerimiz, hoş gördük her birinizi. Esselamu Aleyküm. Rabbimizin o güzel ismiyle sizleri salamlayırıq. Bugün tariximizin çok şerefli bir sayfasına üst tutacağıq. Bir xalq olarak, millət olarak, tarixte büyük imperiyaları kurmuş, birçok dövlətləri təsis etmiş bir xalq olarak 1918-ci ildə yenidən Çar Rusiyasının çöküşü ve Birinci Dünya Müharibəsinin sona çatması, Zavqafqaziyada bir hakimiyyət boşluğundan dolayı Azərbaycan xalqı yenidən öz milli dövlətini təsis etməyə çalışdı. Əlbəttə ki, bu milli dövlətin qurulması sıfırdan başlayırdı. Çünkü bütün resurslar əlindən alınmış, milli görüşlü insanlar, təfəkkür və böyük ideologlarımız əlbəttə ki, Çar Rusiyası tərəfindən təqib edilirdi. Hələ o zamanlar belə Füyuzat jurnalının baş redaktoru sayılan Əlibəy Hüseynzadələrin, milli ideologlarımızın açdığı bu məfkurə məktəbində onlarla insanlarımız əslində milli görüşü, mənəvi dəyərləri əxz edir və zamanı, şəraiti çatarkən bu dövlətin yenidən təsis edilməsinə hazırlanırdılar. Değerli dostlar, əlbəttə ki, Azərbaycan Xalq Cumhuriyyəti 1918-ci il may ayının 28-də elan edildi. Çox qəribədir ki, bu mübarək dövlətimiz elan olunduğu zaman Azərbaycanın qəlbi sayılan paytaxtımız Bakı istila altındaydı. Bolşeviklərin, digər bir tərəfdən də erməni daşnaqları tərəfindən qanı tökülən bu millətin uca dəyərləri tapdalanır və istila edilirdi. Odur ki, Tiflisdə elan edilən bu dövlət sonradan paytaxt Gəncəyə köçürülür. Daha sonra isə əlbəttə ki, sentyabr ayında Azərbaycanın qəlbi sayılan paytaxtımızdan bütün bu parazitlər, yad ünsürlər tamamilə uzaqlaşdırıldıqdan sonra paytaxt yenidən Bakıya getirilir. Değerli insanlarımız 23 ay yaşadı. Sadece 23 ay. Ama bu kısa zaman içerisinde Azərbaycanın dövlət böyükləri, başta Məmməd Əmin Rəsulzadə olma şərtiyle istər o günün dövlətinin kurulan parlamenti, bu parlamentin içerisinde təmsil olunan bütün azlıqların fikirləri əslində Azərbaycan xalqına, Azərbaycan millətinə çox önemli değerleri hatırlattı. Əziz insanlarımız sanki bize ədalət mizanını, ədaletin tərəzisini öyrədirdilər. Bir tərəfdən təhsilimizi işıqlandıran nurlu insanlar, dövlətimizin təməl daşlarını elə şəkildə qurdu ki, ikinci dəfə Azərbaycan 1991-ci ildə yenidən dövləti qurmağa təşəbbüs etdiyi zaman bu milli dövlətin varisinə çevrildi. Nə gerbinə, nə onun bayrağına, nə də himninə toxundu. Olduğu kimi o gün o böyüklərimiz o böyük işi necə gözəl şəkildə qoyub getmişlərsə, əlbəttə ki, Azərbaycan xalqı yenidən öz kökünə, öz milli soy kökünə bağlandı və öz dəyərlərinə sahib çıxdı. Değerli insanlarımız, bugün 35 ildir artıq Azərbaycan müstəqil bir dövlət kimi dünya arenasında təmsil olunur. Xalqımız bu müstəqillik üçün canlarını fəda etdi. Çox oğullarımız şəhadət şərbətini içdi. Əlbəttə ki, birinci Qarabağ Savaşı, ikinci Vətən müharibəsi dövründə yenidən bizim şəhidlərimizin sıraları, safları daha da böyüdü. Odur ki, 1918-ci ildən ta günümüzə qədər o şəhadət karvanında təmsil olunan əslində bütün şəhidlərimizi rəhmətlə anırıq. Quran-ı Kərimin ayələrinin birində Rabbənə iğfir lənə və li ixvaninə əlləzinə səbəqunə bil iman deyilir. Allah'ım bizi və bizdən öncəki iman etmiş qardaşlarımızı bağışla. Odur ki, biz dədələrimizi, əcdadımızı rəhmətlə anırıq. O böyüklərimizin ortaya qoyduğu bu böyük məfkurə üzərində qurulmuş dövlətimizin bugünkü müstəqilliyini qorumağımız, bugünkü onun gücünü artırmağımızı özümüzə şərəf və ləyaqət bilirik. Değerli dostlar, əlbəttə ki, bir dövləti qurmaq bəlkə də asan olur. Amma onu qorumaq, mühafizə eləmək çox çətin. Budur ki, biz Cumhuriyyət dövründə bunun ən açıq tərəfini gördük. O günün o təlatümlər dövründə, o günün əslində böyük qarmaqarışıqlar içərisində olduğu bir dövrdə Azərbaycanın böyük insanları ən çətin vəziyyətdə
Azərbaycan xalqına bir azadlıq dadızdırdılar. Vəhdəti, birliyi öyrətdilər. O böyüklərimiz bizə təhsilin mahiyyətini anlatdılar. O gün yüzlərlə evlatlarımız Avropa ölkələrinə ən ali məktəblərdə təhsil almaq üçün göndərildi. Qısa zaman içərisində o qədər iş görüldü və eyni zamanda Azərbaycanın əlahiddə milli ordusu, ilk korpusunun qurulması, əlbəttə ki, iyun ayının 26-sında təsis edilməsi Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb edirdi. Görürsünüz, bir tərəfdən parlamentdə, bir tərəfdən dövlət quruculuğunda, bir tərəfdən ordu quruculuğunda, bir tərəfdən ölkənin iqtisadiyyatında, əsasən mənəvi dəyərlərimizdə. Dəyərli insanlarımız bayrağımızın, mübarək bayrağımızın üzərində 3 rəngin əslində təsis edilməsi hələ 1905-6-cı illərdən başlamışdı. Dövlət qurulduğu zaman artıq bayraq öz yerinə gətirildi. Odur ki, o gündən bu günümüzə qədər 3 rəngli bayrağımız xalqımızın həmin milli təfəkküründə, onun eyni zamanda xalqına necə bağlı olmasını, eyni zamanda çağlara, zəmanələrə necə inteqrasiya olunmasını göstərir. Həm də ki, içərisində mənəviyyat var. Odur ki, bugün bizim gəncliyimizin, bugün bizim dövrümüzün insanların ən böyük müqəddəs vəzifələrindən biri Azərbaycanın istiqlaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunması və bu sahədə milli zəmində Azərbaycançılıq şuurunun davam etdirilməsidir. Dəyərli dostlar, bugün münasibəti ilə əslində bütün xalqımızın evlatlarını təbrik edirik. Uca yaradan xalqımızı, dövlətimizi və İslam ümmətini və insanlıq ailəsini qorusun.